Milli Konservatoriyada görkəmli xanəndə Xan Şuşinskiyə həsr olunan Muğamın Xan Zirvəsi adlı tədbir keçirilib. Tədbir çərçivəsində korifey sənətkarın irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə təhsil ocağında Xan Şuşinskinin adını daşıyan sinif otağının açılışı olub. Çıxış edənlər xatirə otağının yaradılmasının milli musiqi irsinin qorunmasına töhfə verdiyini vurğulayıblar. Tədbir tanınmış musiqiçilər və gənc ifaçıların çıxışları ilə davam edib. Muğam ifaçısı Bu xatirə otağının açılması və burada ona aid foto şəkillər, yəni kitablar, yəni mümkün qədər biz bu otağı həm baxımlı etməyə, həm faydalı etməyə çalışmışıq və inanırıq ki, hər dəfə bu otağa girəndə bizim gənc xanəndələrimiz, ümumiyyətlə gənc tələbələrimiz bir daha bu böyük sənətkarlığın qüdrətini də, böyüklüyünü də və Azərbaycan muğam sənətinin həmişə yaşarlığını hiss edəcəklər, duyacaqlar və gələcəyə ötürməyə çalışacaqlar. hər iki soyadında, istər Cavanşir, istər Şuşinski soyadında Qarabağı özündə yaşadan dahi sənətkar Xan Şuşinskinin anadan olmasının 125 illik yubiley ili ərəfəsində Milli Konservatoriyamızda Xan Şuşinski xatirə otağının açılış mərasimi keçirilir. Mən çox həyəcanlıyam, çox sevinirəm və bu tədbirin keçirilməsində zəhməti olan hər kəsə təşəkkürümü və minnətdarlığımı bildirirəm.